Məndən soruşmayın nə olacağı, nə olmayacağı. Get baboşlara bax. Nətər ki mənə lağ eləyirdiniz baboşlara, mamışlara baxırdınız. Get davam elə baxmağa. Nə oldu indi? Hamısı gərgin bir dönəmə düşəndə məni mi xatırladınız? Nə olacaqdı? Bəy oynanmırdınız mənə. Nə oldu? İndi təbii ki, yenə də hər şey Allahın əlində deyənlər var. Allahın əlindədir. Allah proqnoz vermir ki sizə. Ha belə proqnoz vermək bir durum vəziyyətdə deyil, təhlükəli bir durumdadır. Çünki proqnozu verib o qədər hiss elədiyiniz, deyə biləcək şey var. Hər şeydə demək, dilə gətirmək olmur. Çünki elə bir vaxt, elə bir dönəmdəyiz ki, onu olmaz. Kimlərə ki maraqlıdırsa, nə olacağını keçmiş videolara baxın, göz gəzdirin. Orada hər şey demişəm, ondan başa düşəcəksiniz nə olacağını. Nə ki baş verir, hər şey demişəm. Mən kimlərin isə proqnozlara qulaq asıb danışan biri deyiləm. Mənim dediklərimi deyən biri olmayıb. Mən sizin üçün demişəm vaxtilə. Hətta mən göyləri göstərib deyirdim ki, baxın, göydə bugünkü gün sakitçilikdir, səmadır, gün var, hər kəs istirahət öz kefindədir, baboşa baxan, ona baxan, buna baxan, TikTokda min oyundan çıxan hələ. Dedim, dünya elə bir vəziyyətə gələcək ki, hansı ki bugün hələ o vəziyyətə hələ çatmayıb. Hələ onun qığılcımları göz görürük. Yəni tək olmasın, onun arzusunda olanın öz başına gəlsin. Amma bir realdır bu, bir hissdir. Siz bugün gözü ilə gördükləri qəbul elədiyi kimi, mən də hissləri ilə vaxtı ilə bunları görürdüm, qəbul edib və sizə deyirdim, pislik edirdim. Bugünkü günkü dönəm arzu edək. Dua edək, hər şey yaxşı olsun dünyada, savaş getməsin, dayansın bu işlər. Amma sadəcə dualar etməklə də olmur. Və hanı dünya sivilləri? Niyə görə bütün dünya qalxıb ayağa durub demirlər ki, qərar verən Trumpla Netanyahu'dur, onlardır da savaş çıxardan. Necə olur? O el altındakı ordudakı insanlar da sivildir, hamısı ölür. Heç kim durub demir. De Amerika'da bir veya story'da şey paylaşmışdım Instagram Nadim Elixanov'da. Bir əskər çıxıb, bir ofisier durub deyir ki, Trump'a, yəni mən istəmirəm ölmək. Bizim əskərlər deyir, niyə görə deyir İsraillə deyir İran savaşında iştirak edib ölməlidir ki. Tutub dərhal onu oradan apardılar, çıxartdılar, nə bilim polislər apardılar. Niyə görə? Niyə? Hansısa bir dünya idarə edən masonların istəyinə protiv çıxdığı sözlər dediyi üçün tutub basırlar, öldürürlər, yox edirlər. Niyə? Sabah hardadır ki o garanti, onu bugün tutub basanın sabah sənin özünün, balanın, qohumunun, yaxının bir başına bir raket düşməyəcəyindən. Çünki bugünkü gün bunların qabağını almasa, bugünkü gün bu dünyada gedən savaşların qabağını bütün siviller olaraq, bütün İngiltərə, İtalyan, Amerikan, Rus bu mason oyunlara dur deməsə, nə var ki mənin də başına oyun açmağa, öldürməyə, susturmağa, tutub basmağa, içəri şər atmağa, hər şey eləyərlər. Kim? Dünya idarə edən güclər. Bizim balaca ölkələrin əlində bir şey yoxdur. Mən bunu dünyaya həmişə səslənmişəm, səsləndirirdim və həmişə proqnoz verməkdir. Mən bunu həmişə demişəm. Bugün də deyirəm. Nə olsun bugün öləcəm, nə bilim bir aydan, 2 aydan, bir ildən öləcəm, nə bilim bir neçə ildən öləcəm. Bu zadət dünya savaşı, radiasiyanın yayılması, bunlar ora doğru gedirlər ki, insan azalsınlar. Mən kiməm ki? Masonlardan deyiləm ki, məni saxlasınlar. Mən həmişə bunları deyəndə xoş gəlmirdi. Bugün də çoxlarına xoş gəlmir. Mən sizlər üçün, bizim üçün, sivil üçün danışmışam. Şükür eləyək ki, hələ ki bizim bölgədə, bizim ölkəmiz hələ ki sağ-salamat bir ölkə olaraq baxmayaraq o boyda Dubayı, Qətərini vururlar. İndi deyirsin, Naxçıvana 1-2 dənə drone atıblar, nə olacaq deyəməyəcəm nə olacağını. Çünki o da onun dönəmdə deyilik. Amma iş orasında bir şey deyə bilərəm ki, cənab prezidentin, ölkənin başında gedən qurumlar nə deyirsə ona qulaq asmalıyıq və onların da arxasında getməliyik. Başqa bir yolumuz yoxdur zaten bizim. Biz balaca ölkələr nə edə bilərik ki? İstəməzlər bizim böyüklərimiz bu sakitçilik, stabilliyi pozulsun. Hamısı istər yaxşı olsun. Amma büyük mason oyunları, bax oradan bəlli deyil bunu İran atıbdı və ya oradan
İranın hansısa əlinə keçirmiş silahlarla İsrail atır. Bütün dövlətlərdə mason qüvvələr dırqa verən hərəkətlər edərək dünya savaşa apararaq insan azaltmaq, şəhərlərin çökəldəcəyi. Bunu mən 1000 dəfə, milyon dəfə demişəm. Bugün yenə də mənə soruşursunuz. Bugün də bəli deyirəm. Okey, dedim, nə olacaq ki? Deyirəm, demişəm, hər zaman demişəm. Yenə də deyirəm ki, Allah hələ ki bizim bu gözəllikləri, bu sakitçiliyi, bu bütün əmin-amanlığını qorusun. Sağ olun ki, bizim prezidentə hələ ki bu bölgədə bu qədər qarışıq olan bir vəziyyətdə bizim stabilliyimizi, sakitçiliyimizi qoruya bilirlər. İndi yenə də deyirəm, bu provokasiyalara da inşallah getməzlər, getməyəcəklər, stabilliyini də qoruyub saxlaya bilərlər. Amma yenə də deyirəm, dünya savaş, dünya güclər, dünyanın böyük liderlər elə şeylər eləyirlər ki, balaca ölkələr aciz qalır onların yanında. Bunu da başa düşmək lazımdır. Amma bütün sivillər ki başa düşsə, bugün Amerikanın o əskərləri yavaş-yavaş ölməyə başlayıb, onların valideynləri, bütün Amerika, bütün dünyanın böyük ölkələri, orada yaşayan Azərbaycanlıları, hər kəsi bu sözləri, bu kimi danışanları paylaşaraq bütün sivillər oyanmalıdır ki, burada heç də Amerikanın, İranın özünün şəxsi maraqlara görə, nə bilim, orada olan nə bilim o atom bomba nüvəyə qarşı olan bir savaş deyil bu. Onlar bahanə edərək insan azaltmaq prosesi aparırlar. NATO'ya niyə girirsən deyə Ukraynaya başlatdığı savaşı da güya Rusiyanı əmin-amanlığı qoruyacaq. Nə oldu? Rusiyanın əmin-amanlığı qorudun mu? Ay Putin müəllim. Nə oldu? Qorudun mu? Sən nabarot Rusiyanın nə qədər cavan uşaqlarını savaşa apardın, hələ də davam edir. Ekonomiya durumu pozdu, belə elədi. Bunlar hamısı biz bunu qoruyuruq deyə altında apardığı savaşlar əslində insan azaltmağa, şəhərlərin çökəltməyinə sadəcə öz təmin, sakitçiliyini, rahatlığını təmin veriblər. Hansı ki bu dünya idarə edən böyük liderlərə yəqin deyib ki, səni və sənin əzizlərinə heç nə olmayacaq, sizi əsas qoruyuruq, siz bizim dediyimiz işimizi aparmalısınız. Aparmayacaqsa sizi biz qorumayacaq, aparanı biri gətirib qoyacaq onun yerinə. Söhbət budur, yəni bu qədər basitdir. Bunu nəyə görə bizim politoloqlar, şərhçilər demir, onu da mən bilmirəm. Nə qədər ki bu prosesləri görüb, şərh eləməyib, proseslərin gedişatını proqnoz verə bilməyibsə, onlar indən sonra gedişat görə bilməyəcək. Efirlərdə gedən şeyləri dilinə gətirib təkrarlandırır. Efir nə deyirsə, efirdə nə göstərirsə, onu təkrarlamağa nə var ki? Eyni verdiyi qərarlar, şərhçilər eyni dedik şeyləri təzədən dilə gətirir. Ay şərhçilər, sən əsas bu suyun altından gedən o proseslərdən danışır. Üstündən lal axan suyun altından sürətli gedən suyun hara gedəcəyini, hara aparacağını, nə üçün bunları yaratdığını, məqsəd nə olduğunu açıq dinən. Deyənləri də çıxartmırlar efirlərə. Dünya mediada belədir də. Hələ də medialara inanıb yaşayırıq biz ki, hə, mediada belədir. Mediada gedən bu da bir şey reallığı var. Futbolundan tutmuş kinoya qədər, politikaya hər şey mən yalan görürəm. Bir şey var ki, real qalan, hə, gözü ilə belə gördüyünüz bombalar, ölümlər, hadisələr start verilib artıq. Həmişə deyirdim mən bunu. İşidən oldu ki. Neysə, mən gördüklərim, hiss elədiklərim çox şey var. Mən onu deyə bilməyəcəm. Mən öz başıma da nə gələcəyini gözəl bilirəm. Bugünü biz bu saatı, bu saniyəni yaşayıram da. Allah qorusun. İnşallah cənab prezident bizi qoruyar, bizim ölkəmizi sabit saxlayar, bizim təhlükəsiz qüvvələr bizi qoruyar, yaxşı qərarlar verər, bu savaşa qoşulmaz. İnşallah gözəl olur. Öpürəm sizə.